O kətdə mallaların biri getmişdi oruçluğu təbliğ eləməyə. Bir ay Ramazanı bir dənə kətdə getdi təbliğə. Bir ay Ramazanı mövzu-i bəhsinəmə neydi? Fəzail-i Bismillahirrahmanirrahimdən danışırdı. Dəhiyə əvvəli Ramazan, dəhiyə dovvum Ramazan, dəhiyə sevvum Ramazan bu cür minbərdə danışır. Cəmiyyət qulaq asırlar, bir ağsaqqal kişi də var, bətər bunun sözlərinə qulaq asır. Birdən danışanda dilinə sözdür da adam, bəzən minbərdə danışır, bir söz adamın dilinə gəlir, oxuyan oxuyur, bir söz gəlir da. Danışanda Bismillahın fəzilətlərindən bu yerə yetirdi. Əgər bir adam Bismillahirrahmanirrahimi qəlbi deyə, babər eləyə, hətta eləyə bilər, suyun da üstündən rədd olar. Bir ağsaqqal kişi var idi, bətər bunu minbərlərlə qulaq asardı. Bir 4 gün, 5 gündən sonra bu qoca kişi gəldi. Haca təqəbbəlallah. Dedi, sənədə təqəbbələllah. Dedi, haca, vallah, mənim bir beçəm var idi. Onu kəsmişəm, xoruz var idi evdə. Vermişəm xanım bir abquş düzəldə, bizə qismət olmadı. Hacı Əhbər abi buyurmuşdu, naharda gələsən abquşda, amma bizim əlimiz çatmadı da. Dedi, abi, beçəm var idi, kəsmişəm, onu vermişəm xanım, bir şorba düzəldi, abquş pişirə, inşallah gedək iftarı bizə, haca, sizin kəndizarda. Dedi, bizim kəndimiz 10 kət o yanlıqda. Dedi, haca, iş verməz, çünki gedək gələr, nə namaza çatarıq, nə suxəndanlığa, nə roziyə, borcum olsun, əvəzin kərbu bəladə, çıxaram, inşallah elə sonra gələr. Dedi, hacı, qüssəyə yolun qüssəsini eləmə, sən deyən yolu ilə bir yoldan gedəcəyik, rahat yetişək, əvvəl adamda hamından qabaq namazda burada huzurum var. Əcəb, dedi, sabah gecə əgər o yol varındı, gedərik. Ağa, sabah gecə olub, malla amadədir, əzandan bir saat qabaq, gördü qapı döyüldü. Hacı qardaş, amadəsən, hacı malla? Dedi, bəli, amadəyəm. Dedi, gedək da, bunlar düşdülər yola, gəlirlər. Beçənin şorbası da evdə xanım qoyub, pişir amadədir ki, malla gedə, iftara vıra canına. İndi də əmmaməmizi vırmasınlar. Şorbazad istəmirik. İstəmirik bizə abquşsat verələr. Gəldilər, bunlar düşdülər yola. Yolun bir qismətinə yetişdilər, bir su gedirdi oradan. Əgər körpü yol eydi oradan bunların kəndə 5-6 dəqiqə yox. Çün körpü yox idi, gərək gedəydin, 10 dənə kəndi dolanaydın, bunların kətlərinə yetişəydin. Dedi, hacı qardaş, əlan 4 gecədir sən minbərdə o mövzunu danışandan mən buradan gedirəm, gəlirəm. Malla bax, dedi, cəhənnəm, ol eləcə. Buradan necə, gedib gəlir. Dedi, hacı, minbərdə özün dedin, əgər bir adam qəlbi, babəri ola, Bismillahirrahmanirrahimi deyə, suyun üstündən də rədd ola. Dedi, hacı, mən anlamadım, sənə bir sözüydü, dedim, kəl çəhmənlə indi kim burada, suyun üstündən rədd ol. Dedi, hacı, özün dedin. Baxın, adam bəzən danışar, kişidir, indi danışır, əliynicad, bir söz deyirdi, əməl tərazusunda, əmələ bir əməl kar bərayət, bir suxəndani nis, mənim əməlimdə gərək bəzi əfal o, rəftar o, səkanat o, zində əfkarım görsənə. Ağat gördü da bu malla biləxərə sözdü deyib qalıb altında. Dedi, hacı, ay malla görürəm sən qorxusan, dayan qoy mən rədd olum, bismillah deyim. Gördün ki mən rədd oldum, sən də mənim dalımca gəl. Dayandı, Bismillahirrahmanirrahim, bu ağsaqqal kişi rədd oldu suyun o tərəfinə. Mənim ağam, mənim tacı sərim, qədim bu babərlər var idi, bu yerə çatmışlar mərd. Ağa suyun üstündən rədd oldu, getdi. Elə ki qoca kişi getdi, dayandı suyun o tərəfində, mənlə ol günan. Elə ki getdi, dayandı o tərəfində, baxdı, dedi, hacım Allah, gəl, gördüm mən rədd oldum. Dedi, yox hacı, hələ mən sən yetişən bavərə, yetişməmiş. Dedi, elə də sən qal o tərəfdə, mən gedim beçə şorbasın, vırım canıma. Hər vaxt bavərə yetişdim, sən də gələrsin. Bu yəni babər qəlbi, bu yəni təqva